Azərbaycan Silahlı Qüvvələri də bilirsiniz, günü-gündən güclənir. Adi briqadalar yox, daha döyüş əməliyyatlarını çətin relyefdə aparmaq üçün komandolarımız var. Və bu istiqamətdə çox güclü bir strategiyamız var. Və Güney Azərbaycanlıların taleyini də biz heç vaxt bicana qala bilmərik. Necə ki, 13-cü günlük müharibədə Azərbaycan rəsmi şəkildə İsrailə demişdi ki, Cənubi Azərbaycanda əməliyyatlar aparma, oradakı humanitar obyektlərə zərbələr vurma, onlara zərər dəyməz. Onlar bizim soydaşlarımızdır. Ora Təbriz bizim vətənimizdir, bizim mənəvi paytaxtımızdır. Biz 10 milyonluq, onlar 40 milyon. Onlar bura mayak kimi baxırlar. Biz güclənirik. Biz Qarabağ məsələsi ilə də Ermənistan üzərində tarixi, siyasi, hərbi, psixoloji böyük bir qələbə əldə etmişik 21-ci əsrdə və ərazilərimizi işğaldan azad etmişik. Hansı dövlət 20-ci, 21-ci əsrdə bunu edib? Heç bir dövlət. Azərbaycan. Və 40 milyon Azərbaycanlıların da taleyi məhz Azərbaycan Respublikasına asılıdır. Biz gedən prosesləri düzgün qiymətləndirməliyik. Və İranda sabahları proseslər dəyişsə, federasiya quruluşu və yaxud parçalanmaya da biz hazır olmalıyıq. 40 milyon Azərbaycanlılar, ora 120 min kvadrat kilometr bizim ərazimizdir, bugünkü İran. Ta Həmədana qədər, Urmiya, Həmədan, Azərbaycan torpaqlarıdır və Azərbaycandan sınq qampaq yaşadığı ərazilərdir. Orada farslar da bilirsiniz, kifayət qədər azdır. Farslar Xorasan əsasən mərkəzi şərq istiqamətində yaşayırlar. Cənub hissədə daha çox ərəblər yaşayır. Və biz mütləq şəkildə Cənubi Azərbaycanın da taleyinə biganə qala bilmərik. Sabahlar force major məqamlara da daima hazır olmalıyıq. Onların hüquqları, onları heç vaxtda biz taleyin hökmünə buraxmamalıyıq. İmkan verməməliyik. Verə bilmərik ki, sabahlar Tehran rejimi gəlib Təbrizdə, Ərdəbildə soyqırımlar törətsinlər. Necə ki, bunu 1920-ci ildə ediblər, 1940-cı illərdə ediblər. Bundan sonra qəti surətdə biz imkan vermərik ki, fars millətçiləri gəlib Təbrizdə bizim soydaşlarımıza qarşı silah işlətsinlər, onlara qarşı faciət törətsinlər. Onu biz sabahlar Azərbaycan əskəri Təbrizdə, Ərdəbildə ola bilərlər, onu yaxşı bilsinlər. Təşəkkür.